Herkese yeni günden, yeni vlogdan ve yeni ildən salamlar. Kanalıma xoş gəlmisiniz hər biriniz. Bugün yeni ilin ilk günüdür. Yanvarın 1-i 2023-cü ildir. Mən də dedim ki, keçmiş vloglarımı artıq editləyim, sizlərə təqdim edeyim. İnşallah bu axşama, sabaha təqdim edərəm sizlərə, kanalımda olar və yeni videolarıma yer açılsın. Mən də artıq tənbəlliyin daşını atım və tənbəllik olduğum üçün də heç sizləri təbrik də eləməmişəm, nə yeni ilinizi, nə də həmrəylik gününüzü. Bütün xalqımın, millətimin, izləyicilərimin həmrəylik günü mübarək olsun. Hər zaman həmrəy olaq, bir olaq. Bizim gücümüz, qüvvətimiz həmrəyliyimizdədir və biz bunu sübut elədik, gördük, hər kəsə də göstərdik və bundan sonra açılan bütün gözəl süfrələr həmrəy olaraq əldə elədiyimiz qələbələrin şərəfinə açılsın. Eyni zamanda qızlar, dünən axşam Azərbaycan xanımlarının beynəlxalq ya da milli salat günü idi. İndi hamının evində yemək var, amma bir sürü iş var. Qavqacaq yerləşdirən kim, evini təmizləyən kim, uşaqlar, qonaqlar gəlib dağıdıb, indi heç bilmir nə hardadır, başı qarışıb. Amma əsas odur ki, axşama yeməyimiz var. Azərbaycan xanımının əsas bayramı axşama yeməyi olandadır. Ən azından bu günə, sabaha yeməyimiz var, 1-2 günə yemək var və hər kəsin salatı da ki mütləq var. Ən azından 2 sort salat bu dəqiqə soyuducuda gözləyir. Ona görə də Azərbaycan xanımlarının milli salat gününü təbrik edirəm. Keçmiş milli salat gününü təbrik edirəm. Bilmirəm video nə vaxt yüklənər. Bunun yəni işıq keçər, internet olmaz, nəsə bir problem olar, amma mən bu səsi editləyirəm. Siz nə vaxt qulaq asdınızda bilin ki, mən bayramdan çox keçmədən sizi təbrik eləmişəm. Nəysə qızlar, zarafat bir yana, bir də bizim yeni ilimiz gəldi. Yeni ili hər kəsin yeni arzularla, yeni ümidlərlə, gözəl arzularla, heç kəsə ziyanı olmayan arzularla real olmasını diləyirəm. İndi mən də şəhərlərdə gördüm, çox gəldilər, mənə də yazırdılar, keçən il bayramda da yazdılar. Bilmirəm, bir düşüncə tərzi var bir qrupda və bu qrupda ki, bu düşüncəni biz neynəsək, nə qarsaq, yəni düşüncəsini dəyişdirə bilmirik. Üfüqlərin çox dar olduğu üçündürmü bilmirəm, yoxsa nə deyim bilmirəm, yəni çox xətrinə dəymək istəmirəm heç kimin, yeni gündə, yeni bayramda. Yeni ildə. Qızlar, biz xristianın bayramını eləmirik. Xristianın bayramı Noel bayramıdır və onlar bu bayramı dekabrın 24-dən başladılar. Yəni dekabrın 24-dən 30-una, 31-nə qədər bayramı artıq bitirmiş olurlar. Sadəcə olaraq biz yeni bir il gəlir. Biz neynəsək də, nə qarsaq da, yer günəşin ətrafına bir dəfə fırlanır, gəlir əvvəlki yerində durur. İndi bugün, dünən də gəldi orada, dayanmayıb da, yəni hərəkət edir, amma ora çatdı. Oldu bir il. İndi təzədən bir də gedib fırlanıb gələnə qədər, bir il olana qədər biz hər ildə yəni onu yeni bir il gəlir, yeni bir ildə gözəl şəkildə qeyd eləmək istəyir. Ən azından istəyir ki, süfrəmizdə bir nəsə bir şey olsun. Amma Noeldəki bu yolkadır, şaxta babadır, bunlar Noeldən olan atributlardır. Bunlar da düzdür, bunlar xristiyanındır və biz də bunu uzun illər biz SSR-nin tərkibində olduğumuz üçün oradan biz təsirləndik və çox şeydən təsirlənmişik. Bizim başımıza çox işlər açılır, amma biz görürsünüz, yenə də bu yeni ildə yəni yolka ilə şaxta babanı saxlayırıq. Çünki əyləncəli olduğu üçün, heç bir ziyanı olmadığı üçün, uşaqlar burada əyləndiyi üçün, necə deyim, maraqlı gəldiyi üçün uşaqlara biz bunu eləyirik. Məsəl üçün, mən də öz uşaqlığımdakı bayramları heç vaxt indiki bayramlarına müqayisə belə eləmək istəmirəm. Hər zaman deyirəm ki, o zamanın bayramları çox gözəl idi. Nə yaşayırıqsa, bizə nə xatirə qalırsa uşaqlığımızda qalır və çox ailə də bunu uşaqları üçün eləyir. Uşaqları üçün evinə şaxta baba gətirən kim, yolkasını uşaqları ilə bəzəyən kim. Burada nə ziyan var ki, bunun dinlə, İslamla qatmayın. Çox xahiş edirəm. İslamda bu yoxdur, o yoxdur. İslam bunu qeyd eləməyin də demir. İslam xoşgörü dinidir və bunu qatmayın. Bu şəkildə başqa bir dinin nümayəndəsi bunun yanında bunu bilməyən cahil adam danışsa, o adam yəni İslam haqqında yəqin ki, heç bir daha düşünmək istəməz, eşitmək istəməz. Çox xahiş edirəm, dinimizi bu şəkildə təbliğ eləməyək, təqdim eləməyək. Bizim dinimiz hər şeyə xoşgörü dinidir və elədiyi
qadağalar ya da məsləhətlər hamısı bizim xeyrimizədir. Yediyimiz yeməkdən içdiyimiz suya qədər hər şey bizə ziyanlı olan ya da bizə faydalı olan şeydir. Bizim üçündür, bizim sonramız üçündür. Bizim yəni yaradan əstəğfurullah, onun bizə ehtiyacı yoxdur, bizim ona ehtiyacımız var və bizi necə deyim, yönləndirir və dinimiz də buna bizə bir yol göstəricidir. Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm də bu bizim yol göstərənimizdir. Yəni bu başqa bir dünyadır, başqa bir aləmdir. Bunu qatmayın heç bir şeylə. Bizim dua eləyəcəyimiz günlərə qədər bizim xeyrimizədir. Yəni xüsusi günlərdə dua olunmağı var. Yəni o saatlar, o dəqiqələr hamısının bir mənası var və bunların hamısı bizim dualarımızın eşidiləcəyi saatlara uyğundur. Yəni orada xüsusi göylərdə xüsusi bir andır ki, o saatlar, o dəqiqələrdə bizim dualarımız eşidilər, daha böyük şansla eşidilər, belə deyim. Yəni onu dinlə daha çox belə dini kitablar çox oxuyan, həyatını dinlə keçirən insanlar daha gözəl aşkar edir, danışar, təqdim edir sizə, amma mən ümumi deyirəm ki, yəni mənim hələ bu bilgimlə başa düşdüyüm budur, anladığım budur. Dinimizi qatmayın belə şeylərə, çox xahiş edirəm. Bizim dinimizin öz yeri var. Bu bayramın da öz yeri var. Günaha qalmış olsa o qədər yəni onu eləmək, bunu eləmək deyib qəlb qırmağınız, inanın ki, Noel bayramını belə keçirsə heç o qədər günah eləmərik. Ona görə də siz hər kəs öz günahını düşünsün. Hər kəs öz günahının əvəzini görəcək. Yeni illik gündən belə danışmaq istəmədim. Çünki çox gördüm şərhlərdə qızlara yazılır. Mənə də yazılmışdı. Mən ən böyük bu ildə ən böyük arzularımdan biri, yəni özümdən başqa özümə diləyəcəyim arzular heç və ən böyük dünya üçün arzularımdan da dedim, amma xalqım üçün ən böyük arzum odur ki, inşallah bir gün bizim də xalqımızın nümayəndəsindən bir övladımız, bir uşağımız yerin hər hansı hal-hazırda aşkar olmayan bir hərəkətini aşkar eləyən olar ya da hər hansı hal-hazırda bilinməyən bir ulduzu aşkar eləyən bizim xalqın nümayəndəsindən olar ya da yerin altında hər hansı bir qatı, hər hansı bir metalı aşkar eləyən bizim nümayəndədən olar. Hər hansı bir xəstəliyin dərmanını, çarəsini tapan yenə bizim xalqımızdan olar. Mən bunu xalqımız üçün arzulayıram. Bunun üçün biz yəni bu şeyləri keçməliyik artıq. Bunu keçməliyik artıq. Dünya hər şeyi eləyir. Biz hələ mübarizədəyik, münaqişə eləyirik ki, biz İslamda belədir, elədir, yox biz türkük, yox biz farsıq. İçində bir-birini yeyirlər və bunu da yaradanlar var. Bu insan öz içində bu şəkildə qabağa gedə bilməz. Ona görə də mən bunların olmamağını təmənni eləyirəm. Götürürəm. Mən yenə evdə olanlara uyğun eləyirəm. Çünki çox acılı eləyirlər reseptlərdə. Mən acı vurmuram. Bir də biber tomatı vururlar. Onu da eləmirəm. Buzla yoğururlar və s. Nəysə. Mən özüm belə eləyirəm. Öz damaq zövqümüzə uyğun. Bunu ilk elədiyim vaxt videomda var deyə bu dəfə çəkmədim qızlar. Amma yoxlamaq istəsəz mən məsləhət görürəm. Çox ləzzətlidir. Biz bunun xəstəsi olmuşuq o dərəcədə. Yəni əsas da yoldaşım o həmişə soruşur ki, ondan yeni elə. Nəysə, bugün yenə elədim. Biraz yoğurmağı çox yorur adamı. Bir saat yarımdan çox, ən azı saat yarım belə deyim, yoğururam. Əllə yoğurduğum üçün o qədər çəkir, amma maşınla belə xəmir yoğuran maşınlarla da eləmək olar. Düzdür, onu deyirlər ki, onda ləzzətli olmur falan, amma əsas budur ki, bu qarışsın.
Xəmir yoğuran maşınlarla da yəqin ki bir saata qədər yoğururlar. Mən 1 saat yarım ən az yoğurdum. Çox yoruldum. Nə qədər çox yoğursan, o qədər qəşəng alınır. Mən burada sizdən sağollaşım. Hələlik növbəti vloqlarda görüşərik.